bugünkü vəziyyətdə Sevinç xanım, fəlakət odur ki, dünyanın bu günləri ən böyük ərazisinə malik olan ölkədir da. Yəni bu qədri ərazi itirməsinə baxmayaraq. Bugün Rusiya Federasiyası dünyanın ən böyük ərazisinə, ən zəngin torpaqlara, ən böyük sərvətlərə sahib olan ölkədir. Ay qalam, öz ölkəyə qurdu. Yəni bu böyük Rus xalqı hanı? Və bu müdrik Rus xalqı hanı ki, bir dənə dılğır gədə düşüb ortalığa, boyu bu boyda, iddiası da Allahlıq iddiasında. Öz ölkəsində fəlakət aparır, ətraf xalqlara da faciə gətirir. Bəs o deyiz, indi mən də özümüzünkilərə deyirəm, və hanı o böyük Rus xalqı? Və hanı o mədəniyyət gətirən bizə Rus xalqı? Niyə səsini çıxartmır? Niyə ehtiraz eləmir? Və o zaman ehtiraz eləyəcək ki, artıq mən gördüyüm mərhələdə Rus şovinizmi həqiqətən bir nömrəli Rusun düşməndir. Fikir verirsiniz, o müsahibələr aparırdılar da. Yəni dəhşət odur ki, zibilxanada zibil eşirik, yeməyə şey yoxdur. Borc deyil, küçədə uzanıbdır. Ancaq dindirirsən Rus şovinizmindən, Amerikaya meydan oxuyur. Yəni Rus xalqını bədbəxt edib Rus şovinizmi. Yəni bugünkü vəziyyətdə Rusiyanın yeganə nicatı, xilası odur ki, bütün yuxarıdan aşağı baxdığı xalqlarla normal qonşuluq münasibəti qursun, normal iqtisadi siyasi əlaqələr qursun, həqiqətən də Azərbaycanla tutaq ki, demirdik müttəfiq, bugün qutarmışam da, qonşu yoxdur ən azı. Müttəfiq olmasa qonşu yox da. Qonşu olaraq iqtisadi, siyasi, mədəni əlaqələr quraq da, sən mənə necə yuxarıdan aşağı baxa-baxa, məni necə aşağıya məndən dost ola bilərsən? Yəni Rus xalqının faciəsi budur ki,